Sürücü işi var yoldaşlar. Mən sizə bu günləri 2 dənə şəxsi, belə deyim, ailə sürücüsü işindən bəhs etmək istəyirəm. Bir dənə də avtoyükləyici sürücü işindən. Amma bu 3 dənə işdən bəhs etmədən öncə nəzərinizə çatdırım ki, bir dənə də şəxs ailə sürücüsü işi olmalıdır. Dünən paylaşılıbdır. Təxminən orada 850-1200 manat aralığında qazana bilərsiniz. Belə bir şəxsi sürücü, ailə sürücüsü işi də var daha doğrusu. İndi bu gün üçün olan yeni ailə sürücü işlərindən də bəhs etmək istəyirəm. Biri misal üçün Massi şirkətindədir, kişilər üçündür. Ailə sürücüsü olaraq 3 illik iş təcrübəsi tələb edir, B kateqoriyası tələb edir. 25-45 yaş olmanızı tələb edir yoldaşlar. 1000 manat verir sizə. Səhər saat 8-in yarısından axşam 8-ə kimidir. Avtomobil də ev sahibi verir, ailə verir yəni. Və gün sonunda da ailəyə verməlisiniz təhvil. NZS qəbsəbəsindədir bu iş. Bu bir variantdır yoldaşlar. Digər şəxsi sürücü işindən də bəhs etmək istəyirəm. O da 800 manatdır, fiks maaşdır. Avtomobil Chevrolet Onix 2025 verirlər sizə. 35-40 yaşlı olmanızı tələb edir. 5 ildən artıq sürücülük təcrübəsi tələb edir. Zərərli vərdişlərinizin olmamağını tələb edirsiniz də. Belə bir iş imkanı da var. Caspian Telekomdadır. Şəxsi sürücü işidir. 5 illik ən azı iş təcrübəsi tələb edir. Bir də dediyim kimi avtoyükləyici sürücü işi var Asply Composite-də. Həftənin 5 günlüyü olan bir işdir. Löpatan Qobu yolundadır. Löpatandadır. 950 manatlıq bir işdir. Saat 9-dan 6-ya kimi olan bir işdir. Bu işlərdə müraciət dəstək istəyirsə və ya da digər işlərlə də bağlı tanış olmaq istəyirsinizsə, digər işlərlə də daha doğrusu. Ümumiyyətlə iş tapmaca səsini çəkirsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görsə, kanala daxil olun, Toğrul Acıbada kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.